Bugün Tovuz rayonunun Yuxarı Öysüzlü kənd məzarlığındayıq. Bugün 44 günlük Vətən müharibəsinin qəhrəman igidlərindən olan Yusifov Nasib Mübarizoğlu'nun bugün anım günüdür. Şəhadətindən 5 il ötür. Allah ruhunu şad eləsin. Allah doğmalarına səbir versin. Qazi qardaşımızın da ruhu şad olsun. 2 əmi oğludular. Biri şəhiddir, biri qazidir. Ölürüm, sensiz ölemiyorum. El gelme bir ana kurban. Bu kabar ellerim sen kurban. Ay balalar, ay balalar. Allah sana çay, dağ bala dağ çay versin. Allah ben neler çeksin. Ay başınıza dolanın. Ay balalarım. Ağır derdi kalır. Ağzına derim bu uşaklar edin. Elimizde de yüzümüzde de her gün böyle bana vursun, vay mübarisi, bana vursun, vay mübarisi. Ey ya bana vursun, vay mübarisi, bana vursun, vay mübarisi. Ay konakları gel bana. Bana vursun, vay mübarisi. Toyda yaptı Çadır kapıya elinde Allah seni okur Allah. Hala gelsin dedim Allah, Allah, Allah. Ay balalar. Allah hala gelsin. Ay münasip. Allah hala gelsin Ay Allah. münasip ay Cihan. Ay hayırdır çocuklarım. Hayırdır. Çağırırım gel ay münasip, gel ay münasip. Ben kesersim o dağları da ay münasip. Ben kesersim o Qarabağ'ı da ay münasip. Hamı gezmeyedir ay münasip. Ben gitmirəm ay münasip, ay münasip. Ay münasip de görüm yaraları sardım anamız. Ölemeye sizler. Ay münasip. Seni gibi gör. Ay bu Ne derde kadar tanımadığın karalar geldi. Ay münasip. Ay ben. Ay ben. Ay münasip. Münasip demeydim de münasip. Ay etibar balalarım. Anamız. Allah'ı kanala çektir. Anamız. Allah'ı kanala çektir. Gel olduğu günler. Allah böyle bakıyor. Anamız. Ay Allah. Yola çıktım, havlunun balası geldi. Bir benim bir balam gelmedi. Öldüm ay balalarım, ay balalarım. Ay münasip ay daha. Yolda yeriyim derim, indi arkamdan gelmeli tuzaklar. Beni korkumuzlar. Oy tutsak gene de değilim o benim balam olsun. O bak. O da bak kaç tane ne balalar bu. Ay derdi güzel. Ay derdi. Ay kızlar hamınızın gelen ayaklarınıza çarım kurban. Balalarınıza kurban olun. Ay kızlar balalarınıza. Onlar da benim balam. Vallahi tek olabilir ki biraz kalkın. Kanadı hamısı benim kohumlarım. Hamısı benim balam. Can derdine Derdin oğlum. Ay Şefika. Bu oğlan söz verdi. Benimle geldi orada oturdu. Gördüm böyle bakıyordu. Öyle değil. Keşke ben de şehit olaydım ay beni. Şefkat dertlerine vurur. Ben ne bileyim belası başından bala. Ne bileyim belası Gelmişti. başından Dedi beni dedi münasibim dedi. Sağlıcına kalsın. Demek ki desem onu Öyle bilirim ben orada olsun söyleyeceğim. Ben bilirim ölürüm. Beni münasipten ayırma. Beni münasipten ayırma. Nasip Mübarizoğlu Yusifov. Nasip Yusifov Tovuz rayonu Yuxarı Öysüzlü kəndində doğulub. 2006-2017-ci illərdə Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd Tamorta məktəbində təhsil alıb. Orta məktəbdə oxuduğu dövrdə çox növlü idman üzrə fərmanla tərtib olunub. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sayılı hərbi hissəsində keyfiyyatçı kimi xidmət edib və bir neçə fəxri fərman diplomla tərtib olunub. 2019-cu ilin 12 yanvarında hərbi xidmətin başa vurdu. 2020-ci ilin oyun ayında Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən Nusaylı hərbi hissəsində müdafiətən artıq hərbi xidmət qulluqçusu kimi tank sürücüsü mexanik vəzifəsində xidmət
Şəhər dəstəyin ailə üzvləri ilə görüşdük. 20 yaşında şəhadət şərbəti içən gəncimizin həyat və döyüş yolu ilə yaxında maraqlandıq. Xatirələrlə tanış olduq. Nasib Yusufov vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Laçın və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə tanışçı kimi iştirak edib. Son döyüşdə Laçın dəhlizində olub. Noyabrın 6-da Şuşa şəhərinin istiqamətində gedən döyüşlərdə şəhid olub. 19 noyabrda yuxarı Ölsüzlü kəndində torpağa tapşırılıb. Şəhidimiz vətən uğrunda və Qubadlının azad olunmasına görə medalları ilə təltif olunub. Şəhid Nasib Mübarizoğlu Yusufovun işıqlı xatirəsini onu tanıyanların qəlbində həmişə yaşayacaq. Onu indi hər birimiz tanıyırıq. Tanımayanlar da tanıyacaq. Şəhidlərimizin ruhu şad, bayrağımız uca, dövlətimiz var olsun. Tarix yazdı igidlər, hamısı əzizimizdir. 44 günlük müharibə, şanlı tariximizdir. Salam şəhid atası, sən necə də qurulmusan. Dağ qoydu oğlun gedib, yenə dedik durmusan. Salam şəhid anası, mən də sənin bir balam. Olmasam da qəhrəman, Şuşa Kəlbəcər alan. Allah şəhidlərimizə rəhmət etsin. Nihal dağın içində, münasibdən içində olmaq. Vətən müharibəsində biz qələbə qazandıq. Bugün anam günüdür, qəhrəmanları andıq. Ay sağ ol, aferin. Allah size can sağlığı. Allah size can sağlığı. Allah size can sağlığı. محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bizler de her zaman olduğu kimi Tovuz Turan şəhid ailələri birliyi olaraq şəhidlərimizin ziyarətində oluruq. Ata-anamızın yanında mənəvi dəstək, mənəvi dayaq oluruq. Gördüyünüz hər biri Tovuz rayon igidlərinin qəhrəman valideynləridir, əmanətləridir. Allah hər birinə uzun ömür, can sağlığı versin. Hər biri bizim başımızın tacıdır. Hər biri qəhrəman ata, ana, bacı qardaşlardır. Haqları ödənməz. Hər biri bizlər yaşayaq deyə bu vətən üçün, bu torpaq üçün, azadlığımız üçün bir qəhrəman oğul verib. Allah münasimimizin timsalında tüm Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. Allah valideynlərinə səbr ata eləsin. Güc versin, dözüm versin. مثل الذين حملوا التوراة ثم لم يحملوها كمثل الحمار يحمل أسفارا بئس مثل القوم الذين كذبوا بآيات الله والله لا يهدي القوم الظالمين قل يا أيها الذين هادوا إن زعمتم أنكم أولياء لله من دون الناس وتمنوا الموت إن كنتم صادقين ولا يتمنونه أبدا بما قدمت أيديهم والله عليم بالظالمين إلى عالم الغيب والشهادة فينبئكم بما كنتم اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات تابع اللهم بيننا وبينهم بالخيرات وإلى روح المرحوم المغفور المعلوم وإلى أرواح المرحومين المغفورين المغفورين المنبيين في حق محمد وآله وبركاته اللهم صل على محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم
صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد ve ali Muhammed. Allah rahmet eylesin. Cemiye şehitlerimize ruhlar şad olsun. Allah şehitlerimizin megamlarını eylesin. Amin. Allah cəm şəhidlərimizə ruhunu şad eləsin. Bugün Tovuzran Yuxarı Üstüdür kəndində Tovuzran şəhid ailələri birliyi olaraq münasib mübarizə oğlunun anım günündəyik. Qəhrəman qardaşımızın Allah ruhunu şad eləsin cəm şəhidlərimizin. Hər zaman dediyimiz kimi şəhidlər qürurumuz baş tacımızdır. Münasib də bizim üçün, ana bacılarımız üçün, ərazi bütövlüyümüz üçün canından keçən şəhidlərimizdən. Allah ruhunu şad eləsin. Arzu eləyərdim ki, Allah Teala bir işıq yol açardı, mübariz atanın qapısını açardı. Bugünkü günü mübariz ata bizlərdən bir yerdə yoxdur, amma bizlər onun olmadığını da hiss etdirməyə çalışırıq ki, mübariz atan olmadığı hiss olunmasın. Yenə də ruhu şad olsun. Hər zaman dualarımızda mübariz ata ilə bir yerdədir. Allah dözüm səbir versin. Günləri bizlər buradayıq, bizlər ziyarətdəyik. Mübariz ata 4 nəfər arasındadır. O hansı hissi yaşayır, hansı prijvaniyanı keçirir, onu bir tək Allah bilə bilər, bir də özü. Arzu edirəm ki, gələn il bu vaxtda bizlərdən bir yerdə evladının ziyarətində olsun inşallah. O da bizlərdən, bu şəhid ailələrindən bir yerdə öz evladının ziyarətində olsun. Allah şəhidimizin ruhunu şad eləsin. Şəhidimizi dünyaya gətirən, onu böyüdən qəhrəman atanın da qapısını açsın. Allah nəhlət eləsin şeytana deyək. Çünki bəlkə də mübariz atanın evladı şəhid olmasaydı, bu məzarlıqda bu şəhid məsələsi olmasaydı, heç o hadisə də olmazdı. Mübariz ata da heç bugünkü gün 4 nəfər arasında olmazdı. Yenə də Allah nəhlət eləsin şeytana. Allah kömək olsun, Allah qapısını açsın. Allah ölkə rəhbərimizi, cənab prezidentimizi qorusun inşallah. Amin. Buyurun. Allah şəhidlərimizə rəhmət eləsin. Bunlar, ben orada da demişim, bu Tovuz hadisələrindən sonra ki, nə qədər ki şəhidlər var, onlar Azərbaycanın yox, dünyanın qəhrəman şəhidləridir. Çünki bu şəhidlər, qəhrəman şəhidlərimiz elə bir müharibə apardı ki, 44 gün ərzində bütün dünya tarixindəki hələ belə müharibə olmur ki, belə yollarla, bu üsullarla bu yolu bilələr, bu müharibəni tez qutarar. Bunlar qəhrəmandır, şəhidlərlə ayıb ki, bunlar öz qurduqları bu azad Azərbaycanı, bütün Azərbaycanı görmədilər. Yaş onu da görədilər, əziyyətlərini görədilər ki, Qarabağ torpaqlarını daşı bunlar qarış-qarış yox, addım-addım ayaqlarıyla gedib gəlirlər. Allah hamısına rəhmət eləsin, yollarının da olsun. Əgər prezidentimiz, özü baş komandanımız deyir ki, canı sağ olsun, mən şəhidlərin, valideynlərinin, şəhidlərin qarşısında baş əyirəm. Ondan sonraki yerdə qalan insanlar, müəyyən adamlar olur, görürsən, ancaq bu şəhidlər xalq üçün ağrıyıb gözdən olur. Şəhiddir, bunlar qəhrəmandılar. Allah hamısına rəhmət eləsin, yerlər cənnət olsun. Şəhidlərimizə Allah rəhmət eləsin, yerlər cənnət olsun. Valideynlərinə Allah səbir versin. Amin. Allah şəhidlər bu balalarımızın yerlərini cənnət eyləsin. Valideynlərimizə can, biz valideynlərə də səbir deyil. Allah məkanlarını cənnət eləsin hər iki qardaşımızın. Atasına, anasına Allah səbir versin, dözüm versin. Vətən sağ olsun. Allah dövlətimizi qorusun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin, ordumuzu qorusun. Valideynlərinə Allah səbir versin. Bugün biz burada Tovuz Turan Şəhid Ailələr Birliyi olaraq münasib balanın dönüm mərasimində üçün gəlmişik, valideynlərin yanında olaraq. Allah səbir versin valideynlərə. Belə bir
şəhidlərimiz ki, bunlar Azərbaycan tarixində yenilik yaradan şəhidlərdir. Bunlar vətən üçün, xalqı üçün, milləti üçün, dövlətləri üçün gözlərini qırpmadan getdilər. Bunları dəfələrlə Ali Baş Komandan öz çıxışında deyir ki, bu evlatlar elə bir evlatlar olublar ki, bunlar heç nəyi fikirləşmədən birbaşa düşmənin üzərinə getdilər. Getməklə onlar Azərbaycan tarixini dəyişdilər. Zəfər günü kimi bir qələbə günü tariximizə yazıldı, bizim həyatımıza yazılıbdır. Bu onların sayəsindədir. Münasib balanın, onun əmsi oğlu Nihal'ın. Ruhları şaddır bu günlərə. Gəlmişsiniz, burada ziyarət edirsiniz. Vaxtınızı ayıqlara dəyər verdiyiniz üçün hamı üçün minnətdarım. Bu belə yox. Bu tək bu valideynlər üçün yox. Nəinki bu kənddə yaşayan. Bugünkü gündə yaradılmış şərait üçün Azərbaycanda yaşayan hər bir vətəndaşın vətəndaşlıq borcudur ki, bu ailələrin yanında olsun, onların dərdini şərik olsun. Onlara nə lazımdır? Onların yanında olub dərdini şərik olmaq. Atanın da, Muharrez ataya da Allah bir qapısını açsın. İndi həyatda da çətinlikdir, sınaqdır. Gəldim ki, şeytana rəhnət eləsin. Həyatda hər şey ola bilər. Ancaq qəbul etmək lazımdır. Şükür eləmək lazımdır. Narahatçılıq lazım deyil. Fəryad eləmək lazım deyil. Ağlamaq lazım deyil. Bunlar elə bir iş görürlər ki, bunlar nəinki bizim məzara, ərazi bütövlüyümüzü, hətta bizim ölkə başçısı dediyi kimi, Ali Baş Komandan İlham Əliyev cənabları deyir, bunlar tək bizim ərazi bütövlüyümüzü yox, sunmuş qürurunu da bərpa edirlər. Onlar. Yaxşı ki, bunlar var imişlər. Belə mərd oğulların vətəni heç vaxt tapdaq altında qalmaz, nə də işğalda qala bilməz. Bundan sonra da Allah bu qara bulutları xalqımızın, vətənimizin, ölkəmizin üzərindən yox eləsin. Bu xalqımız yaranmış bu firavan həyatda yaşasınlar. Hər bir valideyn evlatlarını xoş günlərə görsün. Bu evlatlar canlarını verib qaldırdıqları bayraq daim olsun, həmişə yüksəklikdə olsun. Xalqımız nətəri məğlub xalqdan qalib xalq kimi xalqların arasında Şəhidlərimizə ruhu şad olsun. Valideynlərinə Allah səbr versin. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Allah ailələrinə səbir versin. Validələrinə də Allah qapısını açsın. Amin inşallah. Görüşək Azat. Cəmi şəhidlərimizin ruhları şad, məkanları cənnət məqamları cəzanət olsun. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Mübariz qardaşın da yolu açıq olsun, tez bir zamanda bizə qoşulsun, bu ziyarətgahlarda iştirak eləsin. Amin inşallah. Buyurun. Məkanları cənnət olsun, Allah səbir versin. Buyurun. Cəmi şəhidlərimizin ruhları şad, məqamları cənnət olsun. Tüm ailələrə səbir dözüm diləyirəm, can sağlığı diləyirəm. Mübariz qardaşımıza da yol açıq olsun. Amin. Tezliklə hər şey öz həllini tapsın, haqq yoluna düşsün və ailəsinin sinə qayıtsın. Bir daha hamıya can sağlığı ömrümüzün olacaq. Amin inşallah. 44 günlük müharibədə və əvvəlki 1-ci Qarabağ müharibəsində də çoxlu qəhrəman oğullarımız üzə çıxdı. Elə bil ki, torpaqdan o toxum düzərib üzə çıxan kimi məlum oldu. Və çünki bu torpaqda qəhrəmanlığın toxumu var. Azğın düşmən bilsin ki, nə vaxt bir də baş qaldırsa, o onlar hazırdılar, çıxıb üzə çıxacaqlar. Allah şəhidlərə rəhmət eləsin, qazilərə və o yaşayan, sağlam olan qəhrəmanlarımıza hamısına can sağlığı versin. Onları da şəhidlərə Allah rəhmət eləsin. Amin inşallah. Xalqımızın şərəfli xalqdır. Fəxr edirəm xalqımla. Allah rəhmət eləsin. Buyur abi. Bütün şəhidlərimizin məqamı ucadan uca, ruhu şad, yeri cənnət olsun. Allah rəhmət eləsin, yerləri cənnət olsun. Amin inşallah. Allah hər birinizə səbir, dözüm versin. Həqiqətən də çətindir söz demək. Kaş aramızda mübariz ata da olardı. Allah qapısını açsın.
Allah səbir versin. Bayaq Elmar bəy də dedi. Yəni biz buradayıq, o dörd divar arasında hansı həyəcanı keçirdir. Allah səbir versin. Həqiqətən çox çətindir. Allah qapısını açsın. Biz bugün Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq münasib balamızın il dönümünə gəlmişik. Onun atası bizlerin arasında olmasa da bizler bilirik ki mübariz atanın yüreği bizlerin yanındadır. Allah onun yolunu açık eylesin. Zülfiye bacıya Allah can sağlığı, səbir versin. Bugün hem münasib balamızın il dönümüdür, hem de onun əmsi oğlu Nihal'ın. Biz her iki cabana Allah'tan rəhmət diləyirik. Ruhları şad olsun, mekanları cennet olsun. Bütün Azerbaycan xalqını Allah pənahında saxlasın. Şəhid ailələrini Allah qorusun. Ben bugün Amane Ana'nın da adından deyirəm. Zülfiye bacı, Amane Ana gəlirdi. Yolda zəng elədilər, qardaşı gəlinin il dönümü adnası olduğu için çağırdılar, mecbur oldu, düştü. Dedi ki ürəyim onun yanında kaldı. Allah bütün Azerbaycan şəhidlərinə rəhmət eylesin, mekanları cennet olsun. Amin. Amin Allah. Allah bütün şehit balalarının, münasip balamın il dönümü durumu şad olsun. O birisi balam, Nihat balamızın durumu şad olsun. Amin. Allah bacımıza Zülfiye səbir versin. Kardeşimizin de kapısını açsın. Amin. İlmira müəllimin koyduğum zəng eləmişdi ki Zülfiye bacıma desin ki üzürlü saysın ben Bakıya gittim. Yengemin dedi nəsə. Yani o da burada Cem şehitlerimizin ruhunu şad eylesin, yerler cennet olsun. Allah hamısına səbir versin. Amin inşallah. Mən də bir şəhid anası kimi məni bu gün tək qoyun, mənim yanımda olan şəhid ailələri, hamınızın şəhidinizə münasib Nihal anası qurban. Allah hamınıza səbir dözüm versin. Sağ olun, bu gün yanımdasınız, minnətdaram. Biz belə birlik olmalıyıq ki, bizi heç kəs parçalaya bilməsin. Biz bir yerdə olsaq, həmişə şəhidimizi yaşadırıq. Həmişə, nə deyim, bir-birimizə arxa dayaq oluşuq. Çox sağ olun. Allah bütün şəhidlərə rəhmət eləsin, ruhları şad olsun. Mənim tanımadığım nə qədər bacılarım, nə qədər qardaşlarım oldu. Şəhid balalarımızın da elə də xalaları, bebeləri, dayıları, əmləri oldu. Nə deyim, hamımız bir dərdin yəsiyik, hamımız bir yoldaş, yəni balalarımızın uğrunda bir yerdəyik. Hamınıza çox sağ olun deyirəm, təşəkkür edirəm. Mübarizin adından da sizə çox sağ olun deyirəm. O da sizə öz təşəkkürünü bildirir, minnətdarlığını bildirir ki, mənim gün yanımdasınız, məni tək qoymusunuz. İnşallah Allah prezidentimizdən elə bir qərar gələr ki, mübariz də çıxar gələr, o da öz aramızda olar. Allah'ın köməyindən, Allah'tan ümid kəsilməz. Yaxşı Allah böyükdür. Allah böyükdür.